Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleyküm. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Axirət aləmi verilişində hər birinizi xoş gördük. Biz keçən verilişdə qiyamət barəsində danışdıq və qiyamətin başlanğıcı ki, İsrafil əleyhissalamın o qorxulu səsi icad etməklə həyata keçəcəkdir. Bu birinci səsin bir sıra aləmdə təsirləri olacaq ki, birinci təsiri bütün varlıqların, bütün insanların qorxmasıdır. Və qeyd olundu ki, 7, 8, bəlkə də 9 dəstə var idi ki, bunlardan istisna olunmuşdur. Bu İsrafil əleyhissalamın birinci qorxulu sədanı icad etməyin digər bir nəticəsi də bu aləmə hakim olan nəzmin, intizamın aradan getməsidir. Artıq bu maddə aləmi ki vardı, biz görürük, günəş, ay, ulduzlar, dağlar, göylər, yerlər, bunların hamısı aradan gedəcəkdir. Nəyin nəticəsində? Bunların hamısı Həzrəti İsrafil əleyhissalamın birinci dəfə bu qorxulu səsi icad etməyin vasitəsilə. Mən bu barədə bir sıra ayələri qeyd eləmişəm ki, bu ayələrə istinadən deyirəm ki, artıq bu aləmə, maddə aləminə məxsusən hakim olan nəzm və intizam tamamilə aradan gedəcəkdir. Nümunə olaraq İnfitar surəsinin 1-ci ayəsinə diqqət edək. Allah Teala buyurur ki, İzəs səmau infətərət. Bu zamanda, bu qiyamət baş verən zamanda görərsən ki, bu göy parçalanacaqdır. Gördüyümüz bu göydən əsər əlamət olmayacaqdır. İnfətərətin mənası parçalanmaq, yarılmaq mənasındadır. Təkvir surəsinin 1-ci ayəsinə diqqət edin. Allah Teala buyurur ki, İzə şəmsu kuvvirət. O zaman ki, görərsiniz ki, bu günəş söndü və aləmi qaranlıq bürüdü. Bu da qiyamətin başlanğıcıdır. Ki, bu göy parçalanacaq, aradan gedəcəkdir, günəş öz işığını, öz nurunu əldən verəcəkdir. Həmin ayənin davamında, yəni 2-ci ayədə, Təkvir surəsinin 2-ci ayəsində buyurur və İzən nücumu inkədərət. O zaman ki, görərsən ki, bu ulduzlar hamısı söndülər və qaranlığa çevrildilər. Yer barəsində, baxın, göy barəsində oxuduq, günəş barəsində oxuduq, ulduzlar barəsində oxuduq. Zilzal surəsinin 1-ci ayəsi. İzə zulzilətil ərdu zilzaləhə və əxrəcətil ərdu əsqaləhə və qaləl insanu maləhə. Buyurur ki, o gün elə bir gündür ki, yer lərzəyə gələcəkdir, titrəyəcəkdir. Yəni, yer böyük bir zəlzələyə düçar olacaqdır. O zaman da zəlzələ olduqdan sonra əxrəcətil ərdu əsqaləhə, yer öz içində olanları çıxardacaqdır. Yəni, yerdə zəlzələ baş verəcəkdir. Zəlzələ baş verdikdən sonra Adəmdən qiyamətə bütün insanlar ki vardılar, dünyaları var idilər, dünyalarını dəyişmişdilər, onların hamısı yerdən çıxacaqdır. Əxrəcətil ərd, yer çıxardacaqdır əsqaləhə, öz ağırlıqlarını. Ki, işarədi insanlar. Və qaləl insanu maləhə, belə bir halda insan deyəcək ki, maləhə, nə olub bu yerə? Niyə belə zəlzələ baş verir? Nə olub ki, biz qalxırıq, yerdən çıxırıq bir-bir? Bu barədə çoxlu ayələr vardır. İzə zulzilətil ərdu zilzaləhə. Fəcr surəsinin 21-ci ayəsində buyurur. İzə duqqətil ərdu dəqqa. Zaman ki, görərsən ki, yer möhkəm şəkildə döyülər. Adətən dəqqə kəlməsi möhkəm bir şeyə çırpmağa deyilir. Sanki yerə nəsə çırpılır və yer nəyəsə çırpılır bu mənada. Yer də aradan gedəcəkdir. Bu barədə başqa bir ayə də vardır. Kullu mən əleyhə fan və yəbqa vəcu rəbbikə zülcəlali vəl-ikram. Deyir ki, yer üzərində olan bütün varlıqların hamısı, o cümlədən yerin özü, hamısı fani olacaqdır. Yalnız və yalnız cəlal və ikram sahibi olan sənin Rəbbinin vəçsindən və zatından başqa. Ər-Rəhman surəsinin 26-27-ci ayəsi. İbrahim surəsinin 48-ci ayəsində Allah Teala buyurur ki, يَوْمَ تُبَدُّلُ الْأَرْضِ غَيْرَ الْأَرْضِ وَالسَّمَاوَاتِ وَبَرَزُوا لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ. O gündə, o qiyamət baş verən zamanda görərsən ki, bu yer
dəyişdi başqa yerdən. Artıq qiyamət olanda insanlar ki, Allah dərgahına hesab vermək üçün gətiriləcəklər, artıq həmin yerdən, bizim gördüyümüz bu yerdən əsər əlamət olmayacaqdır. Bu yer dəyişiləcəkdir. Həmçinin göydə parçalanacaq. Və bərəzu bunların hamısı aşkar olacaq. Lillahil vahidil qəhhar. Qəhhar olan, qəzəb sahibi olan, vahid olan Allahın müqabilində. İbrahim surəsi 48-ci ayə. Dağlar barəsində Təkvir surəsinin buyurur ki, və izəl cibalu suyyirət. O zaman da bu qiyamət günündə görəcəksən, bu dağlar hamısı hərəkətə gəlmişdir. Dağlar hərəkət edəcəkdir. Nəticəsi nə olacaq? Nəticəsi Qariyə surəsinin 5-ci ayəsində qeyd olunur. Və təkunul cibal kəl-ihnil mənfuş. Görərsən ki, bu dağlar havada müəlləq olan tozlar kimi havadadılar. Yəni, həqiqətdə o möhkəm olan dağlar, daşdan olan dağlar qiyamət baş verdikdə o İsrafil əleyhissalamın o qorxulu səsi icad etməyin nəticəsində dağlar da paramparça olar, toza dönərlər və havada toz şəklində qalarlar, toz şəklində olarlar. Günəş gedir, ulduzlar gedir, yer aradan gedir, dağlar parçalanır. Artıq bu dünyanın, bizim gördüyümüz bu kainat yerin həqiqətdə ömrü bu zaman bitir. İkinci surdan sonra ki, o barədə bəhs edəcək, artıq insanlar Allah dərgahına gələndə yeni bir yerin üzərində olacaqlar. Əlbəttə, burada bir sualı da vardı, mən istəyirəm onu da cavablandıram. O da bundan ibarətdir ki, diqqət edin, əziz tamaşaçılar. Birinci sur ki, Həzrət İsrafil əleyhissalamın vasitəsilə icad olur və qorxuya səbəb olur və dünyada olan bütün insanların hamısı ölür. Sual bundan ibarətdir ki, bəs bərzəx aləmində olan insanlar necə? Yəni, bu dünyada insanların ölümünün mənası biz üçün məlumdur. Yəni, insanlar ölür, ruh bədənlərindən xaric olur, daxil olurlar bərzəxə, bədənləri qalır. Bu dünyada belədir. Amma bizim etiqadımıza əsasən və keçən verilişlərdə də qeyd olundu ki, Həzrət İsrafil əleyhissalam bu səsi çıxarandan sonra, icad etdikdən sonra bütün varlıqların hamısı, cinnilər də öləcək, mələklər də öləcək, hətta bərzəxdə olan varlıqlar da, insanlar da öləcək. Yəni, sual bundan ibarətdir, bərzəxdə ölməyin mənası nədən ibarətdir? Burada alimlərin müxtəlif fikirləri vardır. Buyur ki, ümumiyyətlə, burada ölməkdən məqsəd budur ki, hətta Əllam-i Təbatabəy bunu Əl-Mizanda bəhs edib, Allahın rəhməti olsun Əllam-i Təbatabəyə, bu incə mətləblərə Əl-Mizanda çox gözəl şəkildə izahlar gətirmişdir. Hər bir insan bu dünyada, hər bir varlıq mən deyərdim, nəinki insan, hər bir varlıq bu dünyada mənəmliyi vardır. Baxın, Allahın nəzəri varlığın üzərindən götürülsə, o varlıq aradan getməlidir. Biz hər an Allaha bağlıyıq. Fəlsəfədə belə bir cümlə vardır ki, məlulun illətə olan ehtiyacı həm hüdusəndir, həm bəqaən. Bunun mənası nədən ibarətdir? Yəni, biz ki, yaranmışıq, həm yaradılışımızda əsl səbəb olan Allah Teala'ya möhtacıq, həm də yaradıldıqdan sonra vücudumuzun davamında, həyatımızın davamında da yenə o ehtiyacımız var. Həm hüdusən, yəni yaranmaqda, o yaratmasaydı biz olmazdıq. Həm də ömrümüzün, vücudumuzun, həyatımızın davamında da ona biz bağlıyıq. Bütün varlıqlar hamısı belədir. Amma təəssüflər olsun ki, bu dünyada hər bir varlıq sanki mənəmlik eləyir. Mən belə elədim, mən belə elədim. Buluda deyir ki, bulud deyir ki, mən yağdırdım. Yağış deyir ki, mən göyərtdim. Külək deyir ki, mən buludu hərəkətə gətirdim. Hamısı hiss olunur ki, bu dünyanın xüsusiyyətidir budur da, mənəmlik vardır. O ki, əxlaq elmində də bizdən istənilir, bu mənəmliyi qoyun kənara. Hal-hazırda da siz hiss etməlisiniz ki, Allaha bağlısınız. Eynur rəbd kəlməsi vardı, fəlsəfədə qeyd olunur. Biz məlul olaraq, bir Allahın yaranmışları olaraq Allaha tam şəkildə nə edirik? Söykənmişik. Ya əyyühənnas, əntumül füqəra ilallah və Allahu vəl-ğaniyyül həmid. Ey insanlar, siz Allaha bağlısınız, Allaha möhtaçsınız. Həm yaranmaqda, həm yaranışınızın davamında. Amma Allah Teala qaniyyə həmiddir, ehtiyatsızdır. Əgər belədirsə, gərək
bunu biz bu dünyada dərk edək. Necə ki, məsumlar dərk ediblər. Amma təəssüflər olsun ki, nə qədər din alimi olsaq da, nə qədər özümüzü gözəl əməllərimiz olsa da, mömin hesab etsək də özümüzü, görürsən ki, yenə o mənəmlik hissini tam şəkildə kənara qoya bilmirik. Əgər nəfəs alıram Allahdandır, əgər danışıram Allahdandır, əgər yeriyirəm Allahdandır, əgər yatıram Allahdandır, yemək yeyirəm Allahdandır. Bunların hamısı Allaha bağlıdır. Yəni bunların hamısında biz Allah Taalaya möhtacıq. Lakin çoxlarımız bunu dərk eləmir. Bərzəx aləmində də belədir. O İsrafil, o qorxulu səsi icad etdikdən sonra insanlar artıq dərk edəcəkdir ki, biz heç eymişik. Necə ki, Fatihə surəsində biz gündəlik namazımızda oxuyuruq ki, Məliki yevmiddin. Yevmiddin, yəni qiyamət gününün sahibi. İndi sual bundan ibarətdir ki, Allah Taala ki, axirətin sahibidir, qiyamət günün sahibidir. Bu dünyanın sahibi deyil, bizim sahibimiz deyil hal-hazırda. Təfsirində qeyd edirlər ki, xeyr, Allah Taala ilə əvvəldən sona qədər bütün varlıqların hamısının xaliqi odur, hamısının maliki odur, hamısının sahibi odur. Nə üçün bəs deyirlər ki, Maliki yevmiddin, qiyamət gününün sahibi? Cavabında deyirlər ki, çünki insanlar qiyamət günündə bu mənanı dərk edəcəklər ki, hamımız Allaha möhtac idi, hamımızın maliki Allah Taala imiş. Dünyada da belədir ya, amma dünyada biz insanların əksəriyyəti bunu başa düşmürük. Qəbul etmək istəmir ki, bizim sahibimiz var, bizim malikimiz var. Biz gərək o malikimizə, sahibimizə itaət edək, onun sözündən çıxmayaq. Amma bu dünyada Allah Taala insanı muxtar yaradıb, insan bu mənanı açıq şəkildə, kamil şəkildə dərk etmir. Qiyamətdə bunu dərk edəcəkdir. Hətta vardır ki, qiyamət günündə bütün varlıqlar, bu İsrafilin suru nəticəsində bütün varlıqların hamısı öləcəkdir, aradan gedəcəkdir. Hətta İsrafil əleyhissalam ki, bu qorxulu səsi icad etmişdir, Allahın əmri ilə o da öləcəkdir. Allah Teala Quran-ı Kərimdə bir ayə var, buyururlar ki, belə bir zamanda deyiləcək ki, Limenil mulkul yevm. Bu gün mülk kimə məxsusdur? Qiyamət gündə bütün varlıqlar, hamısı ki, mənəm eləydilər dünyada, hamısı aradan getdi. Heç birindən əsər əlaməti yoxdur. Limenil mulkul yevm. Bu gün mülk, malikiyyət, həqiqi malikiyyət kimə məxsusdur? Kimindir? Heç bir varlıqdan əsər əlamət yoxdur və heç bir varlıqdan səs gəlməyəcəkdir. Onda cavab gələcək Allah Teala'dan ki, Lillahil vahidil qəhhar. Vahid olan, qəhhar olan Allaha məxsusdur. Bütün varlıqların hamısının milki və mülki hamısı. Diqqət edək. Buna görə bərzəxdə ölənlərin, cinlərin ölməyinin də mənası budur ki, artıq onlar dərk edəcək ki, biz Allaha bağlıyıq. Artıq bizdə heç bir istiqlaliyyət yoxdur. Biz asılıyıq Allah Teala'dan. Bəs buna əsasən bu qorxulu səsin ikinci nəticəsi bu aləmdə olan nizam, intizamın aradan getməsidir. Amma ikinci biz dedik ki, Quran ayələrinə əsasən iki dənə Həzrət İsrafil əleyhissalam iki dənə sur üfürəcəkdir və o qorxulu səsi icad edəcəkdir. Birinci səsdə bütün insanlar qorxuya düşəcəkdir, aləmə hakim olan nəzm o intizam aradan gedəcəkdir. Sonradan Allah Teala İsrafili dirildəcək və buyuracaq ki, ikinci dəfə sən bu səsi icad elə. İkinci dəfə bu səsi icad edəndən sonra nə baş verəcəkdir? İnşallah gələn verilişimizdə hamımızı Allaha tapşırıram və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.